Sizlərə bir çoxunuzun axtardığı şəxsi yaşam məqsədi üçün inşa olunmuş illərin dədə-baba yurdu olan çox gözəl, geniş bir 4 otaqlı, nəhəng ölçüdə olan həyət evini təqdim edirəm. Təqdim etdiyim həyət evi 3.6 sot torpaq sahəsində hardasa 200 kvadrat metrlik tikili sahəsi olan nəhəng yerdən kürsülü illərin 4 otaqlı kubçalı həyət evidir. Dəyərli izləyicilərimiz, deməli, bu evdə belə bir böyük üstünlük də vardır ki, sağ-sol torpaqlar satılır. Baxın, bu sağ-sol torpaq sahələri satılır. Alıb həyətə qata bilərsiniz. Yerləşmə yeri Masazır qəsəbəsində, deməli, Hakim Abbasov və Zaur Həsənov küçəsinə yaxın yerdə yerləşir. Hündür ərazidir. Ərazi ümumilikdə Qənirə Paşayeva küçəsi, yəni adlanan bir yerə çox yaxındır. Qənirə Paşayeva küçəsinə çox yaxın yerdədir. Yaxınlığında 569 nömrəli marşrutun dayanacağı, marketlər, 6 saylı məktəb və sair kimi vacib olan yaşayış obyektlərlə zəngin olan çox yaxşı, hündür, təmiz havalı bir yerdir. Ərazidə bütün kommunal xətləri, qazı, suyu, işığı, mərkəzi kanalizasiyası var. Əlavə olaraq qeyd edim ki, evin tikilişi zamanı, yəni çox keyfiyyətli tikiliş materiallarından istifadə olunub ki, yəni fundamental tikilişə malik olan bir evdir. Yanları kalondur, kəməri atılıb, fundamenti var, paket damdır. Baxın, belə bir xarici görünüşü var. Kifayət qədər də geniş bir həyətyanı sahəsi var. Əlavə olaraq həyətində, baxın, burada yerləşir su anbarı, burada yerləşir həyətində sanitar qovşağı və kombi üçün nəzərdə tutulmuş yer. Evin yanına keçmək mümkündür. Evimiz yerdən kürsülüdür və ev özü də hündür evdir. Qiymət 125 min manatdır. Yəqin ki, qiymətdə razılaşmaq olacaq. Koridorun genişliyinə baxın, digər evlərin qonaq otağından qat-qat geniş bir evdir. Evdə tavan hündürlüyü standartdan artıqdır. 3 metr 15 ya da 3 metr 20 sant olmalıdır. Döşəməsi polluq taxtadır. 40 kvadrata yaxın olan geniş bir qonaq otağı. Evdə hal-hazırda yaşayış üçün bütün şərait var. Lüstrü, pərdəsi, kombisi, mətbəx mebeli hamısı var. Evin zirzəmisinə həm evin daxili hissəsindən mətbəxdən, həm çöldən keçid var. Mətbəx də hardasa 20-22 kvadratlıq ölçüyə malik olan belə bir mətbəxdir. Bu hissədən evin zirzəmisinə də keçmək mümkündür. Çölə baxan pəncərələr, dəmir barmaqlar mühafizə olunub. Çalışdığım qədər sizlərə dolğun məlumatı qeyd etdim ki, heç bir qaranlıq yeri qalmasın. Çox böyük bir evdir. Evin də torpağın da kubçası var. Yəni ipotekanız aktivdirsə, gəlib bu evə ipoteka yolu ilə də sahib ola bilərsiniz. Yataq otaqların genişliyinə bax, yəni yataq dəsti qoyulub, kifayət qədər də boş sahələri qalır. 20-25 kvadratlıq yataq otaqlarıdır. Və sonuncu yataq otağı. Bütün otaqların pəncərəsinin qabağı açıqdır. Marşrut dayanacağından 100-150 metrlik məsafədədir. 6 saylı məktəbə yaxındır. Küçəsi enlidir. Bütün kommunal xətləri isə daimidir. İzlədiyiniz üçün sağ olun, salamat qalın.